Salam istəyirli tamaşaçılar, xoş gördük sizi. Mədəniyyət Nazirliyinin Maliyyə Dəstəyi və Əqli Mülkiyyət Agentliyinin köməkliyi ilə Hüquqi Təminatlar Mərkəzi İctimai Birliyi tərəfindən keçirilən əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması mövzusunda tədbirlər çərçivəsində növbəti verilişimizi təqdim edirik. Müsahibimiz Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayevdir. Natiq mənim studiyamıza xoş gəlmisiniz. Təşəkkür edirəm. Mən də tamaşaçılarımızı salamlayıram və ümid edirəm ki, bu verilişimizdə səsləndirdiyimiz fikirlər birinci növbədə yaradıcı şəxslərimiz, müəlliflərimiz üçün faydalı olacaq. İcazə verin suallarımıza keçək Natiq müəllim. Ümumiyyətlə, bax, müəllif hüquqlarının qorunması hansı zərurətdən irəli gəlir və bununla bağlı ölkəmizdə görülən işlər haqda nə demək olar? İndiyə kimi bu haqda nə işlər görülübdür? Ümumiyyətlə, belə deyim ki, müəllif hüquqlarıyla bağlı məsələlər həmişə gündəlikdə olub və həmişə cəmiyyəti maraqlandıran məsələlərdən olub. Ona görə də bunun da müəyyən səbəbləri vardır. Çünki müəllif hüquqları ilk növbədə yaradıcılıq fəaliyyəti ilə bağlıdır. Yaradıcılıq fəaliyyətinin nəticələri isə mədəniyyətlərin qorunmasında, adət-ənənələrin qorunmasında, eyni zamanda zənginləşməsində və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Digər tərəfdən, yaradıcılıq nəticələri eyni zamanda sosial və mədəniyyətlər arası münasibətlər sisteminə çox əhəmiyyətli təsir göstərir. Digər tərəfdən, əqli mülkiyyət bugün artıq özünün ənənəvi funksiyasını bir qədər dəyişərək daha çox müasir dövrdə iqtisadi faktor kimi çıxış etməyə başlayıb. Buna görə də təbii ki, dövlətlər hər zaman əqli mülkiyyət sahəsinin inkişafına xüsusi diqqət yetirirlər və bu sahənin inkişafı üçün zəruri addımlar atırlar. Və mən qeyd etməliyəm ki, 90-cı illərdə biz dövlət müstəqilliyimizi bərpa edəndən sonraki dövrdə, xüsusən də 90-cı illərin ortalarından başlayaraq mövcud olan bütün çətinliklərə baxmayaraq Azərbaycanın dövlət rəhbərliyi əqli mülkiyyət sahəsinin inkişafı üçün inkişafını hər zaman diqqət mərkəzində saxlayıblar və əqli mülkiyyət sahəsinin inkişafı üçün zəruri işlər görüblər. Bir sözlə bu sahə hər zaman dövlət rəhbərliyinin diqqət və qayğısı altında olub və təbii ki, bunun da nəticəsi olaraq 90-cı illərin ikinci yarısından başlayaraq əqli mülkiyyət sahəsini tənzimləyən qanunvericilik aktları ilk növbədə qəbul edilib. Bilirsiniz ki, əqli mülkiyyət hər hansı bir sahədə, o cümlədən əqli mülkiyyət sahəsində münasibətlərin tənzimlənməsi üçün ilk növbədə bir hüquqi məkan yaradılmalıdır. Və belə bir hüquqi məkanın yaradılması istiqamətində də Azərbaycan dövləti çox, belə deyim, əhəmiyyətli addımlar atmış və bunun nəticəsi olaraq da 1996-cı ildə bizim Sovet dövrü də daxil olmaqla, bütün belə deyək və müstəqillik dövrü daxil olmaqla əqli mülkiyyət sahəsində ilk qanunvericiliyi aktı olan müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun qəbul edildi və bu qanun müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində yaranan bütün münasibətlərin tənzimlənməsini təmin elədi. Bununla yanaşı, sonraki illərdə də bu istiqamətdə fəaliyyət davam etdirildi və 1997-ci ildə bilirsiniz ki, sənaye mülkiyyəti də ölkələrin iqtisadi inkişafında çox önəmli faktordur. Və bunu nəzərə alaraq 1997-ci ildə patent haqqında xüsusi bir qanun qəbul edildi. Sonraki illərdə də bu istiqamətdə addımlar davam etdirildi. Mən sadəcə bu qanunvericilik aktlarını sadalamaqla onun xüsusi əhəmiyyətini vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti yəni bu sahədə bütün münasibətləri tənzimləmək üçün müxtəlif istiqamətlər üzrə qanunvericilik aktları qəbul etmişdi. O cümlədən 98-ci ildə əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanun qəbul edilmişdi. 2002-ci ildə siz bilirsiniz, integral sxem topologiyaları nə dərəcədə əhəmiyyətli bir vasitədir inkişaf üçün və bunu nəzərə alaraq 2002-ci ildə integral sxem topologiyaların hüquq qorunması haqqında qanun qəbul edildi.
Sonra bilirsiniz bizim xalq yaradıcılığının, istər xalq yaradıcılığının və istərsə də müəllif əsərlərimizin bizim bədnam qonşularımız tərəfindən hər zaman uğurlanmasını, özününkiləşdirilməsini nəzərə alaraq Azərbaycan folklor nümunələrinin hüquqi qorunması haqqında qanun qəbul edildi. Və bu siyahını davam etdirmək də olar, amma sadəcə olaraq, yəni verilişin formatını nəzərə alaraq mən qanunvericilik aktları barədə bununla kifayətlənmək istəyirəm. Amma eyni zamanda qeyd etmək istəyirəm ki, təkcə qanunvericilik aktlarının qəbul edilməsindən də məsələ bitmir. Çünki müəllif hüquqlarının qorunması, təminatı üçün mütləq qaydada dövlətin bir idarə edici funksiyasını üzərinə götürən bir icra qurumu da olmalıdır. Və belə bir qurumun hələ 1993-cü ildə bizim ümummilli liderimizin hakimiyyətə qayıdışından sonra müəllif hüquqları agentliyi bu sahədə bir dövlət orqanı olaraq, icra hakimiyyəti orqanı olaraq onun əsasnaməsi təsdiq olundu. Onun fəaliyyəti üçün hər cür şərait yaradıldı. Bax, bütün bu məsələlər onu deməyə əsas verirdi ki, yəni müstəqilliyimizin bərpasının ilk illərindən başlayaraq Azərbaycan dövləti əqli mülkiyyət sahəsinin inkişafının əhəmiyyətini nəzərə alaraq bu sahədə inkişafı təmin etmək üçün həm hüquqi məkan yaradılması məsələsini həll etdi və eyni zamanda bu sayədə idarəçilik sisteminin inkişafını təmin etdi. Və bundan başqa da sonraki illərdə təbii ki, ixtisaslaşmış məhkəmə, hakimlərin hazırlanması məsələlərinlə bağlı bir sıra zəruri addımlar atıldı. Mən ilk, belə deyək, çıxışın əvvəlində belə bir fikir söylədim ki, bugün əqli mülkiyyət artıq çox mühüm iqtisadi bir faktora çevrilmişdir. Bir misal çəkmək istəyirəm və mənə elə gəlir ki, bu misalla onun nə dərəcədə belə əhəmiyyətini yalnız bir sahədə, tutaq ki, ədəbiyyat nəşri sahəsində qlobal səviyyədə nəzərdə tuturam bunu. İl ərzində qlobal nəşriyyat sahəsində təmiz gəlirlər təxmini hesablamalara görə 123 milyard dollardan artıq olur. Yəni bu bir dənə ədəbiyyat nəşri sahəsində olandır. Bundan başqa, tutaq ki, əqli mülkiyyətə əsaslanan, xüsusən də müəlliflik hüququna əsaslanan, bunu bəzən kreativ sənaye də deyirlər. Bu kreativ sənayenin də çox əhəmiyyət kəsb eləyir və bu sahədə də Azərbaycan dövləti bu sahənin də inkişaf etməsindən bağlı çox, belə deyək ki, yaradıcı şəxslər üçün əlverişli şərait yaradır, yaradıcılıq fəaliyyəti stimullaşdırılır və s. Bizim Əqli Mülkiyyət Agentliyinin hesablamalarına görə biz hər il ümumiyyətlə müəlliflik hüququna əsaslanan, deyək ki, kreativ sənayenin bizim ümumi daxili məhsulumuzda payını hesablayırıq hər il. Nə qədər olur maraqlıdır? Ötən il, bu da çox belə, mühüm məsələdir, belə deyim, əhəmiyyətli rəqəmdir. Deyək ki, sonuncu məlum olan deməli hesablamalara görə Azərbaycanın ümumi daxili məhsulunda müəlliflik hüququna əsaslanan sənayenin ümumi payı hardasa 4,3% olmuşdur. Və belə baxanda 4,3% bəlkə də kiçik rəqəm görünə bilər. Amma bunu deyək ki, konkret rəqəmlərə çevirdikdə bu təxminən 5 milyard 730 milyon manat dəyərləndirilir. Hər halda kiçik rəqəm deyil belə baxanda. Əlbəttə, bu çox böyük rəqəmdir. İndiyə qədər bu göstəriciyə hiç olmayıbdır da. Bu sahələr də əsasən yenə nəşr sənayesidir, radio TV sənayesidir, audiovizual sənayedir və s. Bir sözlə, dövlətin diqqəti və qayğısı sayəsində əqli mülkiyyət sahəsi həmişə diqqət mərkəzində olub və bu sahənin inkişafı üçün də önəmli addımlar atılıb və buna görə də Azərbaycanın əqli mülkiyyət sahəsində qanunvericiliyi hazırda keçmiş SSR məkanında və Şərqi Avropa məkanında ən zəngin qanunvericilik bazalarından biri kimi hesab olunur.
Natiq müəllim, çox sağ olun. Orada da çox məzmunlu fikirlər söylədiniz. Həm qanunvericilik bazasının, həm idarəçilikdən. Doğrudan da mənim üçün də burada çox yeni faktlar oldu. Və mən digər bir sualımıza keçmək istəyirəm icazənizlə. Ümumiyyətlə, hüquqların qorunmasına qeydiyyat sisteminin əhəmiyyəti nədən ibarətdir? Elektron qeydiyyat sistemi ənənəvi qeydiyyatdan nə ilə fərqlənir? Bunları bir-birinə fərqləndirən cəhətlər nədir? Sözsüz ki, bizim bu həyata keçirilən layihə çərçivəsində əsas işlərimizdən biri də deyək ki, cəmiyyətdə müəyyən maarifləndirmə mesajlarının ötürülməsidir. Və çox zaman biz televiziya və radio efirlərində bizim müəlliflərimizin, hüquq sahiblərinin belə deyək, çıxışlarında tez-tez eşidirik ki, onların deyək ki, hüquqlarının qorunmasında yaxud pozulmuş hüquqlarının bərpasında müəyyən problemlərlə qarşılaşırlar. Və buna görə də biz hesab eləyirik ki, bu hüquqların deyək ki, qorunması üçün vacib elementlərdən biri də müəlliflərin və digər hüquq sahiblərinin yəni hüquq sahibləri olduqları yaradıcılıq nəticələrini, xüsusən əsərləri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə bilərlər və orada çox, belə deyim, təkmil qeydiyyat sistemi mövcuddur. Mən belə deyim ki, bu qeydiyyat sistemi hazırda təkmilləşdirmələr aparılmaqla son 3-4 ildə müəyyən deyək ki, onlayn qeydiyyat sistemi də yaradılıb, yəni elektron qeydiyyat sistemi. Yəni əvvəllər, tutaq ki, Respublikamızın digər şəhərlərindən, digər bölgələrindən öz əsərlərini qeydiyyatdan keçirmək üçün Bakıya gəlmək zərurəti yaranırdısa, amma son illər buna ehtiyac qalmır. Yəni Əqli Mülkiyyət Agentliyinin saytına girməklə, orada elektron xidmətlər bölməsinə daxil olmaqla birbaşa həm Əqli Mülkiyyət Agentliyinin öz saytına, yaxud da ki, elektron hökumət portalı vasitəsindən daxil olmaqla. Deməli, onlar həmin bizim elektron xidmətlər bölməsinə keçid etməklə qeydiyyatdan keçirmək istədiyi, deyək ki, materialı, əsərin depozitini yükləməklə artıq orada elektron yəni qeydiyyat sistemindən istifadə edib əsərlərini qeydiyyatdan keçirə bilərlər. Təbii ki, Bakıda olanlar birbaşa Əqli Mülkiyyət Agentliyinə də birbaşa müraciət edə bilirlər. Amma mən qeyd etmək istəyirəm, qeydiyyat sistemi, əsərlərin qeydiyyatdan keçirilməsi nə üçün vacibdir? Çünki pozulmuş hüquqların bərpası prosesində Əqli Mülkiyyət Agentliyinin verdiyi qeydiyyat haqqında şəhadətnamə, mən bunu xüsusi qeyd etməliyəm, bu dövlət adından verilmiş dövlət sənədidir. Bu qeydiyyat sənədini təqdim eləməklə o birbaşa artıq, necə deyim, öz hüquqlarını müəyyən mənada təsbit olunmuş, təsdiq olunmuş hüquqlarını elə bil nümayiş etdirir məhkəmədə. Ona görə də belə bir qanunvericilikdə də belə qeyd olunur ki, əgər digər sübutlar yoxdursa, o zaman qeydiyyat haqqında şəhadətnamə müəlliflik prezumpsiyası kimi çıxış eləyir və məhkəmə tərəfindən bu cürdə qəbul edilir. Yəni, hüquqlarının daha etibarlı şəkildə qorunmasını istəyən bizim müəlliflərimiz, hüquq sahiblərimiz mütləq qaydada öz əsərlərini qeydiyyatdan keçirsələr daha yaxşı olarlar. Qeydiyyat prosesində də Əqli Mülkiyyət Agentliyinin mütəxəssisləri hər zaman dəstək olurlar, məsləhət verirlər, kömək eləyirlər və elektron deyək qeydiyyat zamanı da əgər hər hansı bir problem yaranırsa, tutaq ki, ya depozit materialından bağlı, yaxud da ki, orada deyək ki, müəyyən qrafalar var. Həmin qrafaların doldurulması, sütunların doldurulması zamanı hər hansı bir problemlə qarşılaşdılar. O zaman müraciət eləyirlər və Əqli Mülkiyyət Agentliyinin mütəxəssisləri də onlara müvafiq köməklik göstərirlər ki, qeydiyyat prosesi uğurla nəticələnsin. Natiq müəllim, doğrudan həqiqətən də bu əqli mülkiyyət sahəsi çox şaxəli və çox maraqlı bir sahədir. Yəni doğrudan da ki, mən inanıram ki, sizin bu fikirlərinizi dinləyən o müəlliflər bu vasitələrdən istifadə etdikləri kimi digərləri də edəcəklər. Bax, Natiq müəllim, bu üçüncü sualımıza keçirəm, digər bir sualımıza. Əsərlərdən istifadə prosesi ilə bağlı müqavilələr və belə müqavilələrin düzgün tətbiq edilməsinin əhəmiyyəti. Müqavilədə əsas hansı şərtlər nəzərdə tutulmalıdır və yaxud da hansı şərtlər nəzərdə tutulur?
Siz doğru qeyd edirsiniz. Bu müqavilələr ümumiyyətlə əsərlərin, ümumiyyətlə bütün yaradıcılıq nəticələrinin istifadəsindən bağlı münasibətlərin qurulmasında düzgün müqavilə bağlanmasının çox böyük əhəmiyyəti vardır. Bizim praktikamızda bir çox hallar olub ki, bizim müəlliflərimiz öz əsərlərinin istifadəsindən bağlı müqavilələr bağlayanda müqavilə şərtlərinin müəyyən edilməsində, belə deyək, qanunvericiliyin müəyyən tələbləri nəzərə alınmayıbsa, yaxud qanunvericiliyin müəyyən tələblərini kifayət qədər bilməmək üzündən tərtib olunmuş müqavilələr sonradan onların xeyrinə işləməyib. Buna görə də müəllif müqavilələrinin, yəni müəlliflə istifadəçi arasında bağlanmış müqavilələrdə müəyyən şərtlərin nəzərdə tutulması o əsərin sonraki istifadəsində müəllifə müəyyən üstünlüklər verə bilər. Bizim qanunvericilikdə, yəni müəllif hüquq qanunvericiliyində müəllif hüquqlarının obyektləri olan əsərlərdən istifadə ilə bağlı müqavilə bağlayarkən müəyyən şərtlər qeyd edilib ki, həmin şərtlərin bağlanmış müqaviləyə daxil edilməsi müəlliflərin sonraki mərhələdə hüquqlarının daha belə deyək, yüksək səviyyədə həyata keçirilməsinə, həmin əsərdən istifadəyə görə qonorar almasında və s. məsələlərdə bir çox üstünlüklər verir müəllifə. Gəlin baxaq görək müəllif müqaviləsində əsas nələr olmalıdır? Mən qeyd etməliyəm ki, müəlliflər əsərlərindən istifadə ilə bağlı müqavilə bağlayarkən ilk növbədə əsərdən konkret istifadə üsullarını göstərsinlər. Çünki konkret istifadə üsulları göstərilməsə, onda istifadəçi onu istədiyi istifadə üsuluna görə, belə deyək, öz istəyinə uyğun olaraq istifadə eləyəcək. Amma konkret istifadə üsulları göstərəndə müəllifin imkanı olur ki, digər istifadə üsullarına görə başqa istifadəçilərlə də müqavilə bağlasın. Bundan başqa, orada ən azı, belə deyək ki, müəllif müqaviləsində ərazi haqqında şərt olmalıdır. Bilirsiniz ki, bizim milli qanunvericiliyimiz Azərbaycan Respublikasının ərazisində keçərli olduğuna görə, əgər müqavilədə ərazi haqqında şərt yoxdursa, deməli bu bizim dövlətin ərazisi ilə məhdudlaşacaq. Bəzi hallarda biraz başqa cür düşünürlər. Deyirlər, biz müqavilə bağlamışıq, orada da heç bir ərazi göstərməmişik və s. Biz harada istəsək, hansı dövlətin ərazisində istəsək, onu istifadə eləyə bilərik. Amma bu düzgün yanaşma deyildir. Ona görə mütləq qaydada müəllif müqaviləsində lazımdır ki, orada ərazi haqqında deyək ki, şərt olsun. Bundan başqa, daha yaxşı olardı ki, müəlliflər müddət göstərsinlər. Yəni, onların əsərləri hansı müddət ərzində istifadə olunacaq həmin istifadəçi tərəfindən. Ərazi haqqında, deyək ki, müddət haqqında şərt olmadıqda, o zaman təbii ki, müəllif 5 il müddət keçəndən sonra həmin müqaviləni poza bilər. Bundan başqa, orada qonorarın, deyək ki, nə cür hesablanması göstərilməlidir. Qonorar da bilirsiniz, ya ümumi əldə edilmiş gəlirdən, deyək ki, müəyyən faiz ilə hesablana bilər. Yaxud da ki, müəyyən sabit summa göstərilmə, sabit məbləğ göstərilməklə, yəni tərtib oluna bilər, əksini tapa bilər. Bundan başqa qonorarın ödənməsi müddəti göstərilməlidir. Çünki bəzi hallarda belə problemlərlə müraciət eləyirlər müəlliflər ki, biz müqavilə bağlamışıq, müddət göstərməmişik, ona görə bizə deyirlər ki, 1 ildən ya 2 ildən keçəndən sonra biz ödəyəcəyik onu. Yəni, bütün bu məsələlərin, belə deyək, müqavilə bağlanarkən nəzərə alınması yekun nəticədə müəlliflərin hüquqlarının müəlliflərə öz hüquqlarından daha, belə deyək, səmərəli istifadə etməyə imkan verir və eyni zamanda da əsərlərdən istifadəyə görə öz sosial vəziyyətini yaxınlaşdırmaq üçün
qonorarını vaxtında və özü də lazım olan qədər ala bilir. Mən nəzərə alsaq ki, Natiq müəllim, çox adamdan şikayət eşidirik ki, öz müəllif haqqını ala bilib. Belə şeylər siz də eşidirsiniz də. Hər halda burada görünür ki, o müqavilələr düzgün imzalanmayıb. Buna görə bu ala bilmir. Doğrudan da maarifləndirici bir fikirlər bildirirsiniz və insanlara istiqamət verirsiniz ki, onlar öz belə deyək haqlarını müdafiə eləsinlər, uyğun müqavilələr bağlasınlar. Mətləbə hüquqların qorunmasında kollektiv idarə etmə təşkilatlarının rolu və hüquq sahiblərinin həmin təşkilatlarda üzvlüyünün əhəmiyyəti nədir? Bax, bu kollektiv idarə etmə təşkilatlarının fəaliyyəti də hazırda cəmiyyəti maraqlandıran məsələlərdəndir. Məsələ burasındadır ki, Əqli Mülkiyyət Agentliyi bu sayədə müəyyən mənada, yəni dövlətin onun qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsi ilə bağlı yaradılmış bir dövlət qurumudur. Amma müəyyən məsələlər var ki, bu xüsusən kollektiv idarə etmə sahəsindəki fəaliyyətlə bağlı. Bu işlər bütün dünyada belədir ki, kollektiv idarə etmə təşkilatları tərəfindən həyata keçirilir. Bəs kollektiv idarə etmə təşkilatları hansı təşkilatlara deyilir? Kollektiv idarə etmə təşkilatları qanunvericiliyə əsasən müəlliflər və digər hüquq sahibləri tərəfindən yaradılır və bir ictimai birliklər statusunda fəaliyyət göstərirlər. Əlbəttə, hər bir ictimai birlik də deyək ki, kollektiv idarə etmə təşkilatı kimi fəaliyyət göstərə bilməz. Çünki kollektiv idarə etmə təşkilatı kimi fəaliyyət göstərməsi üçün o mütləq qaydada Əqli Mülkiyyət Agentliyində akkreditasiyadan keçməlidir və Əqli Mülkiyyət Agentliyində onun belə deyək, fəaliyyət segmenti müəyyən edilməlidir. Onun fəaliyyət segmenti müəyyən edildikdən sonra artıq o müəlliflərin hüquqlarının qorunmasıyla məşğul ola bilər. Müəlliflərin hüquqlarının qorunması altında mən nəyi nəzərdə tuturam? Təbii ki, heç bir müəllif öz əsərlərinin bütün respublika ərazisində yaxud xaricdə istifadəsi ilə bağlı məsələləri nəzarətdə saxlaya bilməz. Yəni, bunu fərdi qaydada həyata keçirmək mümkün deyil. Ona görə belə təşkilatların yaradılmasından da məqsəd odur ki, bu bir təşkilat olaraq yəni öz işçiləri, nümayəndələri vasitəsilə bütün respublika ərazisində və təbii ki, xarici ölkələrin analoji təşkilatlarıyla müqavilə bağlamaq əsasında bizim müəlliflərin hüquqlarının həm deyək ki, respublikamızın ərazisində, həm də xarici ölkələrin ərazisində deyək ki, əsərlərdən istifadə ilə bağlı məsələlərin tənzimlənməsində və qonorarın yığılıb müəlliflərə, hüquq sahiblərinə çatdırılmasında onlar önəmli rol oynayırlar. Və təbii ki, onların dəstəyinə də Əqli Mülkiyyət Agentliyi tərəfindən hər zaman dəstək verilir və onlara hər zaman hüquqi, belə deyək, məsləhətlər verilir, müəyyən problemli məsələlərin həllində köməklik göstərilir və s. Bəs burada üzvlük hansı üstünlük verir bizim müəlliflərimizə? Təbii ki, mən qeyd etdiyim kimi, müəllif özü fərdi qaydada həyata keçirə bilmirsə, o zaman həmin təşkilata üzv olur, üzvlük haqqında ya müraciət eləyir, ərizə ilə müraciət eləyir, yaxud da ki, həmin təşkilatla müqavilə bağlayır. Yeri gəlmişkən, Azərbaycanda belə bir neçə belə təşkilatlar var, müəllif hüquqları uğrunda ictimai birliyi var, Azərbaycan müəllifləri ictimai birliyi var, Azərbaycan Professional Kino Rejissorlar Gildiyası var və s. və bütün bu təşkilatlar, qeyd etdiyim təşkilatlar, bunlar kollektiv idarə etmə təşkilatları olaraq fəaliyyət göstərirlər və təbii ki, müəlliflərimizin də həm hüquqlarının qorunmasında, həm əsərlərindən istifadəyə görə qonorarın yığılmasında onlar müəlliflərimizə yardımcı olurlar. Yəni, müəyyən mənada bu kollektiv idarə etmə təşkilatları o müəllifləri təmsil edən bir qurum kimi cəmiyyətdə var, tanınır və ona görə də müəlliflərimizin də həmin təşkilatlara üzv olmaqla öz hüquqlarının qorunması işini biraz da asanlaşdırmış olurlar. Natiq müəllim, çox sağ olun. Mən növbəti sualımıza keçmək istəyirəm. Azərbaycan müəlliflərinin əsərlərinin xarici ölkələrdə qorunması necə həyata keçirilir? Bu mümkündürmü? Bu da belə deyim ki, maraqlı bir məsələdir.
mən xüsusi qeyd etmək istəyirəm ki, hələ 90-cı illərin ortalarından başlayaraq Azərbaycan dövləti əqli mülkiyyət sahəsinin inkişafınla bağlı məsələləri, o cümlədən bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsinə həmişə diqqət mərkəzində saxlayıb. Və bilirsiniz ki, dünyada əqli mülkiyyət sahəsində görülən işlərin koordinasiyası və idarəçiliyi ilə məşğul olan xüsusi bir təşkilat var, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı. Və Azərbaycan həmin Ümumdünya Əqli Mülkiyyət Təşkilatına 1995-ci ildən həmin təşkilatın üzvüdür. Və həmin təşkilatın inzibati idarəçiliyində də 25-dən artıq müxtəlif istiqamətlər üzrə konvensiya, müqavilə və sazişlər vardır. Və Azərbaycan çox fəal şəkildə həm Ümumdünya Əqli Mülkiyyət Təşkilatının işində, həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının inzibati idarəçiliyi altında olan konvensiya, saziş və müqavilələrə qoşulmaqla həm onların içində fəal iştirak eləyir. Bilirsiniz ki, hər hansı bir beynəlxalq müqavilədə iştirak etmək müəyyən beynəlxalq öhdəliklər yaradır. Və bilirsiniz ki, bunlar hamısı çoxtərəfli müqavilələrdir. Və çoxtərəfli müqavilənin əsas özəlliyi də ondan ibarətdir ki, həmin konvensiyanın üzvü olan bütün dövlətlər digər dövlətlərin müəlliflərinin hüquqlarının öz ərazilərində qorunması öhdəliyini götürürlər. Necə ki, Azərbaycan dövləti həmin müqavilələrdə iştirakından irəli gələn öhdəliklər əsasında xarici dövlətlərin, yəni həmin o çox tərəfli müqavilənin üzvü olan dövlətlərin, müəlliflərinin, hüquq sahiblərinin hüquqlarını Azərbaycan Respublikasının ərazisində qoruyur. Eləcə də həmin dövlətlər Azərbaycan müəlliflərinin əsərlərindən istifadə olunarkən mütləq qaydada Azərbaycan müəlliflərinin hüquqlarını qoruyur. Bir sözlə, bu həm çoxtərəfli müqavilələr əsasında həyata keçirilir və eyni zamanda var regional müqavilələr var, eyni zamanda iki tərəfli müqavilələr var. Bir sözlə, Azərbaycan dövlətinin bağladığı çoxtərəfli və iki tərəfli müqavilələr əsasında Azərbaycan müəlliflərinin əsərləri xarici ölkələrdə qorunması tam təmin olunur. Yəni buna hüquqi təminat yaradılmışdır. Üstəlik burada bir faktı da mən qeyd etməliyəm ki, Azərbaycan hökumətinin bağladığı müqavilələr, hökumətlərarası müqavilələr Azərbaycanın milli qanunvericiliyinin tərkib hissəsidir. Yəni bu qanunvericilikdə belə nəzərdə tutulur. Biz bağladığımız bütün müqavilələr bizim milli qanunvericiliyimizin tərkib hissəsi olaraq qəbul edilir. Belə. Əziz tamaşaçılar, Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Əqli Mülkiyyət Agentliyinin köməyi ilə onu təzədən çəkərsən, xahiş edirəm. Sağollaşmanı eləyirəm, onu təzədən çəkərəm. Hə, sağollaşıram. Əziz tamaşaçılar, Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Əqli Mülkiyyət Agentliyinin köməyi ilə Hüquqi Təminatlar Mərkəzi İctimai Birliyi tərəfindən keçirilən əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması mövzusunda növbəti verilişimizi təqdim elədik. Qonağımız isə Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev idi. Natiq müəllim, çox sağ olun, verilişimizə gəldiniz və belə maraqlı fikirləri tamaşaçılarımızla, eyni zamanda da belə müəlliflərlə bölüşdünüz. Təşəkkür edirəm mən də sizə. Sağ olun. Sağ olun.